Hə. Amma mən hər dostumdan mənim karyeramda dəstək, hər dostumdan uşaq barədə dəstək, belə bir şey gözləmirəm. Onda sən bölürsən də kateqoriyalara dostlarını. Mənim Azərbaycanda 20 illik dostum var. Hansı ki, o mənə öldürsəm mənə bəzi mövzularda dəstək ola bilməz. Çünki bacarmır. O heç ağlıma da gəlməz ki, falan kəs mənə falan mövzuda dəstək olsun. Yəni mən ondan uzaqbaşı deyə bilərəm ki, hə, Azərbaycanda mənim mamamın köməyə ehtiyacı var. Bir dənə zəhmət olmasa ona gedib baş çəkə bilərsən. Bu qədər. Misal çəkirəm ha. Yəni ona görə sən dediyin düzdür. Yəni mənim rəfiqəm məcbur deyil mənə hər mövzuda dəstək olsun. Hər mövzuda demirəm, amma mən qabağa gedirəmsə, o mənim paxıllığımı çəkməsin ən azından. Sənin düşündüyün kimi, sənin ona verdiyin dəyər, hörmət və yaxud o qabağa gedəndə sən onun üçün sevinirsən və görəndə ki, hiss eləyəndə ki, o sənin üçün o qədər də sevinmir. O gözlənti ucu biraz doğrultmur, aşağı düşür. Onun üçün dostluğumu sonlandırdım. Çünki hiss elədim ki, mən onun uğuruna sevinəndə o mənim uğuruma sevinmir və bu mənə həqiqətən də məyus elədi. Görə də dostluğumu sonlandırdım. Gözləntilər mövzusu çox böyük bir mövzudur. Valideynlərdən də gözləntilərimiz çoxdur. Bizim də valideynlərdən gözləntilərimiz var. Təkcə valideynin bizdən gözləntiləri olmur ki. Valideynin gözləntiləri odur ki, uşağım ən yüksək yerdə olsun, mən istədiyim yerlərdə olsun. Hətta valideynin gözləntisi odur ki, onun eləyə bilmədiyini öz uşağı eləsin. Öz uşağında görə bilsin. Odur toksik olan sizə. Odur toksik, bəli. Toksik gözlənti odur ki, mən əldə eləyə bilməmişəm, sən əldə elə. Amma sən başa düşmürsən ki, bəlkə o uşaq onu əldə eləmək istəmir. Bəlkə o uşağın heç arzusu deyil. Misal, mən həkim olmadım, sən həkim ol. Bəlkə mən heç həkim olmaq istəmirəm. Mən səni həmişə həkim görmək istəmişəm deyir. Halbuki bəlkə də uşaq marağı paylanmayadı. Yəni. Nə ilə gəlir ki, rəfiqəndən, dostundan heç bir gözləntim yoxdur deyər. Məsələn, eşitdiyimə görə Gen-Z-də belə bir şey var da, heç bir gözləntin olmasın. Mənim sferama qarışma, mənim bu azadlığımı əlimdən alır. Sənin məndən gözləntilərin, ay mənim ad günümdə sən iştirak eləməlisən. Sən mənim ən yaxınımsan. Necə? Yəni iştirak eləmirsən. Belə bir şey var da ki, yəni Gen-Z onu qəbul eləmir. Mən belə bir şey eşitmişəm. Amma mənə elə gəlir ki, dostluqda gözləntini sıfırlamaq düzgün deyil. Sadəcə balanslaşdırmaq lazımdır. Təbii ki. İlk danışdığımız söhbətə gətirib çıxarır buradakı. İlk necə balanslaşdırmalıyıq? O fərqindəliklə. O fərqindəlik səndə olmalıdır. Məcbursan. Mən onu misal üçün yaşadım. Yoxsa yıxılacaqsan. Yəni, təbii ki. O gözləntiləri sən fərqindəliklə öz-özünə danışıb, öz-özünə onları götür-qoy eləməlisən də. Analiz eləməsən, ay sağ ol, analiz eləməsən, yıxılıb, düşüb, qalxıb öyrənəcəksən. Bu sənə evə lazımdır. Tez-tez xəyal qırıqlığı, arada, yəni o emosional söhbətlər belə səni arabı poza bilir. Ya partnyorun, ya rəfiqənlə arabı poza bilir. Ondansa əvvəldən balanslaşdırmağı öyrən. Yaxşı ki, təbii ki, qarşındakı insan o dərəcə psixoloji sağlıqda olmaya da bilər. Yəni həmişə qarşındakı insan səninlə eyni dərəcədə sağlıqlı olmur. Amma sənin öz əlindədir, sənin üzülüb-üzülmədiyin. Əsas sənin özünün üzülməməyin, kədərlənməməyindirsə, öz gözləntilərimi idarə etməyi bacar. Sənin bu dediklərinin hamısını mən özüm yaşamışam, özüm təcrübə eləmişəm. Mən əslində çox elə bir insan idim ki, çox emosional, çox belə həssas. İndi də eləyəm, amma gözləntilərim də yaxınlarımdan, dostlarımdan və yaxud tanışlarımdan çox idi. Mən deyirdim ki, mən xəstələnmişəm və yaxud pis bir vəziyyətdəyəm, niyə mənimlə maraqlanmır, eləmir. Amma başa düşmək lazımdır ki, o insanın özünün də problemi ola bilər və sənə deməyə bilər. Məncə gözləntini sıfırlamaq mümkün deyil. Yəni gözləntini sıfırlasaq onda həyat olmaz. Yəni insan istər-istəməz qarşılıqlıdır, gözlənti içində olursan, amma gözləntini sən demiş balanslaşdırmaq lazımdır. Və kommunikasiya, bəli, kommunikasiya dərhal səni narahat eləyirsə deməlisən. İçində saxlayıb o kini, nifrəti böyüdüb və yaxud inciliyi böyüdüb, o axır əvvəl o münasibəti korlayacaq və sonlandırılacaq o münasibət. Mən belə düşünürəm. Hə, hətta bir yaxın rəfiqəm deyir ki, onu deyəndə təbii ki, emosional olursan da onu deyəndə. Onu deyəndə zarafatqarışıq deyib gülüb de. Nəinki bədbinləşib deyirsən ki, mən səndən falan şeyi gözlədim. Yox, bunu sakit şəkildə də demək olar ki, mən səndən bəs bunu gözləyirdim. Ola bilər ki, o özünü müdafiə keçəcək axı.
Bu səfər olur biraz emosional. Öz şəxsi təcrübəmdən deyim. Mən bir dostumda gözlənti içərisində olmuşam və sakit bir şəkildə demişəm ki, mən səndən incimirəm. Çünki mənim səndən o gözləntim mənim günahımdır ki, mən səndən bu qədər çox böyük bir gözlənti içərisindəyim. Bu sənin günahın deyil. Amma xoş olardı ki, sən bunu misal üçün eləyərdin mənim üçün. Xoş olardı. Yəni ay incilik, ay dava, konflikt məncə dostluqda o lazımsız bir şeydir mənə görə. Amma qaçınılmazdır. Ona görə də hər iki tərəf başa düşməlidir və idarə eləməlidir. Amma özündən olan gözləntiyə gələndə isə necə düşünürsən? Sən tutaq ki, özündən gözləntin odur ki, may ayına qədər filan imtahanı verib sertifikat alacağam. O biraz alandan sonra öz dəyərinin fərqindəsənmi? Özünə o gözləntini doğrultduğun üçün bir hədiyyə mi olsun, bir necə deyim, təbrik mi olsun? Bunu eləyə bilirsənmi? Yoxsa mükəmməliyyətçi kimi yeni bir gözlənti ki, bu elədim, amma bir dənə də var axı, bunu da eləməliyəm axı deyib davam, ancaq itələmək, ancaq push bu olmur. Çünki insan biraz təzyiq altında qalır. Yəni bunu bacarırsan, özündən olan gözləntidə məncə öz dəyər çox önəmlidir. Burada valideynin gözləntisi də ortaya girir əslində. O bilinçaltında zaten səni idarə edir. O şüur altında idarə edirəm. Özümdən olan gözlənti isə sən dedin ki, həyatda yəni misal üçün bir imtahan verirəm və o imtahanı keçdim, özümə hədiyyə alıram. Amma eyni zamanda düşünürəm ki, o birisi işdə var, onu da eləyir. Zalımda o endorfin, dopaminim artsın, xoşbəxtlik hormonları. Təbii ki, hər dəfə yeni bir hədəf olmalıdır ki, biz o hədəfin dalınca qaça-qaça, yəni o yolda özümüzü xoşbəxt hiss edək. Düzdür. Məncə özündən olan gözləntidə ən toksik şey başqaları ilə müqayisə eləyirsən deyə gözləyirsəndir, odur. Əgər mən özümdən falan şeylər gözləyirəmsə ki, karyeramda artım, alman dilimi yüksəldim, ingilis dilimi yüksəldim, kompüter biliklərimi yüksəldim. Bu çox normaldır. Amma mən başqası ilə müqayisə edib və yaxud da sosial mediada tamamilə tanımadığım insanla müqayisə edib gözləntiyə özümdən girirəmsə, artıq toksik hal başlayır. Təbii ki, o səni geri çəkir. Mən həmişə deyirəm ki, misal üçün mən özümlə mübarizə aparıram. 5 il öncəki Nərgiz, 5 il indiki Nərgiz. Nə fərq var? Nələr dəyişilib, nələr müsbətləşib, nələr mənfiləşib? Yəni bu mövzuda yazmaq məsləhət görə bilərik. Yazmaq çox önəmlidir məncə. Mən yazıram. Hər gün misal üçün yazıram, şükür dəftərimi yazıram və yaxud hisslərimi yazıram, düşüncələrimi yazıram, planlarımı yazıram. Həqiqətən də yazmaq çox kömək olur. Və inan o qədər pis hiss etdiyim anlar olub, panik atakımın gəldiyi anlar olub, yazmışam. Bu barədə bəlkə bir dəfə danışaq. Danışaq. Olar. Çünki yazmaq mövzusu çox yerdə var. Manifestdə var. Enerji. Psixologiyada adi terapisti belə insanın deyir ki, aha, bu hissləri keçirdinsə, otur bir dəfə bunları yaz. Atacaqsansa belə dəftəri, otur yaz. Və yaxud da sən valideyninlə müəyyən travmalar yaşayırsan, amma onu valideyninə başa sala bilirsən ki, başa salsan da başa düşməyəcək. Otur ona yaz, ona yazır, məktub göndərəcəyin bilirsən ki, ondan sonra göndərmə. Bu mövzu bomba mövzudur. Bu mövzu mövzudur, çünki mən yazmışam və yazdıqlarımı da həyata keçib sənə birazdan sizə göstərərəm. Göstərərəm ki, yazmışam və həqiqətən də baş verib. Özünüz indi görəcəksiniz birazdan. Sonlandırarsa... Nərgiz, çox sağ ol ki, mən dəvət elədin. Çox sağ ol ki... Bir dəfə də qonaq olmaq istəyərəm. Mütləq. İnşallah. Mən ümid edirəm ki, izləyicilər deyil. Dinləyicilərimizə ləzzət eləyər söhbətimiz. İnşallah istəyərlər, yeni davamı gəlsin. Bilmirəm, amma komment yazmaq mümkündürmü podkastı dinləyənlərə? Yoxsa necə eləmək? Instagramda paylaşsan öz səhifəndə kommentlər də gələr. Komment gələcək. Xahiş edirik, gözəl kommentlər yazın. Yox, səmimi olun. Hansı mövzular sizi daha çox maraqlandırır, bizə kommentdə yazarsınız. Və sizin də bizdən gözləntiləriniz nədir, onu da bildirərsiniz bizə zəhmət olmasa. Mənə bu dəqiqə maraqlıdır ki, dinləyicilər çoxsu qızdı, yoxsa oğlan. Onu dinləyicilər yaş aralıqları dinləyəndə görəcəyik ki, yaş aralığı kommentlərdə yaza bilərsiniz və yaxud direktdə geri dönüşlərdə də deyə bilərsiniz ki, yaş aralığınız nə qədərdir. YouTube'da da onsuz paylaşılacaq podkast, Spotify, Apple'da da. Yəni yaza bilərsiniz. O zaman siz təəssüratlarınızı və yaşınızı yazın. Sizin hansı yaş aralığınızda olduğunuzu görək.
Əla olar. öz təcrübələrinizi də bizdən bölüşə bilərsiniz. Günay çox sağ ol. Günay bizə Düsseldorfdan qatıldı. O boyda yol qət elədi. Qarlı dağlar aşdı. Bu gün hava küləkli idi. Kölndə, təbii ki, Düsseldorfda da. Ona görə də bu soyuq havada bu boyda yolu gəldiyin üçün sənə çox təşəkkür eləyirəm. Çox xoş oldu. İkinci bir podkastı da təbii ki çəkəcəyik. Saat 15 dəqiqə yol olmuş. Göndərəz. Çox sağ ol. İnşallah gələn podkastlarda səninlə görüşərik. Sağ ol, mən də təşəkkür edirəm. Xoş günlər arzu edirəm. Sağ olun. Sağ olun.